Salam, hər vaxtınız xeyir olsun. Bugün çox dadlı, ləzzətli, yumşaq yaş pasta resepti paylaşacağım. Bu yaş pasta resepti bir böyük ailəni doyuracaq qədər reseptdir. İnanın ki, çox ləzzətli olur, yumşaqdır. Bu reseptlə mütləq hazırlayın. İnanın ki, bu böyüklükdə mən yaş pasta üçün 4 yumurtadan istifadə etmişəm. İndi isə keçirəm hazırlanma qaydasına. 4 yumurta götürürəm, üzərinə 200 qram şəkər əlavə edirəm, 1 paket vanilin əlavə edirəm və yumurta tam ağarana qədər, obyomu böyüyənə qədər çalıram. Bu şəkildə olduqdan sonra üzərinə 200 qram duru yağ əlavə edirəm. Yenə yaxşı qarışdırıram, tam həll olsun. Daha sonra 200 qram bura süd əlavə edirəm. Yenə qarışdırıram, tam həll olsun və keçirəm indi isə unla kakaonu əlavə etməyə. Toplamda 400 qram undan istifadə etdim, amma əvvəlcə unun bir hissəsini əlavə edirəm, 2 xörək qaşığı kakao əlavə edirəm, bir də 2 paket qabartma tozundan istifadə etdim və ələkdən keçirirəm. Mütləq ələkdən keçirmək lazımdır ki, obyomu yumurtanın yenməsin. Və daha sonra yerdə qalan unu da kakaonu da yavaş-yavaş əlavə edirəm və bir istiqamətdə çırpıcını qabın kənarına vura-vura yaxşı qarışdırıram ki, un və kakao topa şəklində qalmasın. Tam hamısını həll etdikdən sonra bu şəkil alınır. Daha sonra bişirəcəyim soba qabına üzərinə əlavə edirəm və 180 dərəcədə bişirirəm. Daha sonra keçirəm kremin hazırlanmasına. Krem üçün 3 yumurta, 200 qram şəkər, 1 paket vanilin əlavə edirəm, yaxşı qarışdırıram. Daha sonra 200 qram bura un əlavə edirəm, unu da yaxşı qarışdırıram ki, topa şəklində olmasın və daha sonra bu kütləni mən 1 litr yarım südün içərisinə əlavə edirəm. Yenə südün içərisində yaxşı qarışdırıram ki, tam həll olsun və qoyuram bişməyə. Tam qatılaşana qədər qarışdırıram. Mütləq həmişə qarışdırmaq lazımdır. İndi isə artıq görürsünüz biskvit bişibdir. Qoyuram soyumağa. Biskvitin üzərini nəmləmək üçün mən süd və kakaodan istifadə etdim. 300 qram süddür və 2 xörək qaşığı da kakaodur. Biskvit görürsünüz çox yumşaq alınıbdır. Düzəltdiyim suyu, hansı ki südlə kakaonu biskvitin üzərinə əlavə edirəm ki, yumşaq olsun. Biskvitin üzərinə südü əlavə etdikdən sonra 3 ədəd böyük banandan istifadə etmişəm. Bananları bu şəkildə dilimləyib və biskvitin üzərinə düzürəm. Bu vaxtda isə mənim artıq krem hazırdır və kremi tez-tez qarışdırıram ki, üzəri qaymaq olmasın və daha sonra kremi isti şəkildə bura əlavə edirəm. Kremi isti şəkildə əlavə etdikdən sonra mən başlayacağım üzəri üçün şokolad hazırlamağa, amma krem tam soyduqdan sonra bura əlavə edəcəm. Bura mən 100 qram, yəni yarım stəkan şəkər əlavə etdim. 3 xörək qaşığı kakao əlavə etdim. 100 qram, yəni yarım stəkan duru yağ əlavə etdim. Yarım stəkan, yəni 100 ml süd əlavə etdim. Bir də 50 qram kərə yağından istifadə edirəm. Blender vasitəsilə qarışdırıram. Daha sonra qoyuram ocağın üzərinə bişməyə və 2 xörək qaşığı da bura qarğıdalı nişastası tökdüm. Gördünüz ki, şokolad tam qatılaşıb, qəşəng və kremin üzərində necə qaymaq bağlayıb özünüz görürsünüz. Artıq soyuyubdur və kremin üzərinə həmin şokoladı əlavə edirəm. Bu şəkildə yavaş bir şəkildə hər tərəfinə yayıram. Tez bir zamanda soyuyur və tez bir zamanda qarğıdalı nişastası olduğuna görə tam bərkimir, çox gözəl jele formasında durur. İnanın ki, bu reseptlə etsəniz şokoladı çox gözəl alınır. Bu şəkildə tamamilə hər tərəfinə yayıram. Burada artıq soyuyubdur və mən paxlava şəklində kəsməyə qərara gəldim. Bu şəkildə paxlava şəklində iri şəkildə götürürəm, kəsirəm yaş pastanı. Üzərini bəzəyə üçün isə mən apelsin rəngli kokosdan istifadə edəcəm. Bu şəkildə bəzəklər qoydum. İstədiyiniz şəkildə bəzəklər qoya bilərsiniz. Ağ rəngli kokosdan da istifadə edə bilərsiniz. Hər cürə edə bilərsiniz. Budur, bir ədədini göstərirəm sizə necə alınıb. İzlədiyinizə görə təşəkkür edirəm.